Ömrümüz yolda gedir. Əziyyətlə gəlirik, işə gedirik. Bildiyimiz kimi oktyabr ayının 1-dən ictimai nəqliyyatda gediş haqları artırılıb. Hal-hazırda isə həmin tarixdən təxmini bir ay vaxt keçib. O zaman bu artımla bağlı açıqlama verildi ki, buradakı məqsəd keyfiyyətin yüksəldilməsidir. Gəlin indi aydınlaşdıraq görək, həqiqətən də ictimai nəqliyyatda keyfiyyət yüksəlib yoxsa yox. Çox çətinlik çəkirik. Saatlarla yolda qalırıq. Yəni işdən çıxıb evə saat belə deyək, dövsən mediaya gəlib 9-un yarısı çatırıq. Ömrümüz yolda gedir. Marşrutları böyütsələr, intervalı azaltsalar, yəni cəmaət əziyyət çəkməz. Elə bu sıxlıqla əlaqədardır bizim problemimiz. Şəhərlər bir də axşam olur. Səhər tezdən 6-da, 7-də sıxlıq olur. Avtobuslarda adam çoxdur, basa-bas eləyirlər, şofer qışqırır ki, arxaya keç, nə bilim nə, o deyir ki, biz keçirik işə, hələ sözlər var. Əziyyətlə gəlirik, işə gedirik. Qiymət qalxır, amma yoxdur. Yoxdur, keyfiyyət yoxdur. Qiymətdə bir balaca, bilirsən də, fəhlə sinifidir. Bunun kasıbı da var, yuxarısı da var, aşağısı da var. Bunları nəzərə almaq lazımdır. Bu bizim dövlət tərəfindən tənzimlənən şey. Güzəştlər olmalıdır. Məsələn, mən veteranam, şəhid atasıyam. Mənə güzəşt olmalıdır. Minirəm, bir ye. Fış gedir orada. Amma mənim sözüm ki, bus yazılıb da, bus. Saxlı orada düşümdə, yalvarıram. Deyir ki, cərimə olunaram 100 manat. Gedir, saxlayır bayraqda. İndi sən fikir ver. Qoca nənələr, qoca babalardır da bu kör olanlar. Oradan oraya ayaqla gəlir. Yollarda sıxlıq, marşrutun özündə sıxlıq. Başqa heç bir problem yoxdur. Şirkətimiz tərəfindən son illərdə ən müasir tələblərə cavab verən 2 istehsalat bazası istifadəyə verilmişdir. Bu mərkəzlər müasir tipli avtobusların gündəlik texniki baxışı üçün bütün avadanlıqlarla təchiz edilib. Həmçinin son illərdə şirkətimizin avtobus parkının 80%-ə qədəri yeni nəqliyyat vasitələri ilə yenilənib. Bu avtobusların böyük hissəsini CNG və elektrik növlü nəqliyyat vasitələri təşkil edir. Sərnişinlərin təhlükəsizliyi və rahatlığının daha da artırılması, xidmət keyfiyyətinin daha da yüksəldilməsi üçün yeni layihələr də icra edirik. Yaxın aylarda daha 50 ədəd müasir avtobusun paytaxt sakinlərinin xidmətinə verilməsi planlaşdırılır. Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, marşrut şəbəkəsi və ictimai nəqliyyatın fəaliyyəti daim təhlil olunur, yenilənir və mərhələli şəkildə müsabiqəyə çıxarılır. Hazırda Bakıda 2300-dən çox avtobus istismardadır. Bu sayın 2800-ə çatdırılması planlaşdırılır. Paytaxtın 40-dan çox küçə və prospektində ümumilikdə 110 km xüsusi avtobus zolağı yaradılıb ki, bu da hərəkət sürətini artırıb və gediş vaxtını 12-22 dəqiqə azaldıb. 2025-ci ildə 10 marşrut yenilənib, 150 ekoloji təmiz avtobus istifadəyə verilib, yaxın zamanda əlavə 200 müasir avtobus gətiriləcək. Marşrut istismarçılarına sərnişin axınına uyğun avtobus sayının tənzimlənməsi tapşırılıb.